Şirvan şəhərində yol nərməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb. Oxu Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİMX-ın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Isuzu və Geyazə markalı 2 yük avtomobili toqquşub, bir nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Göygöldə baş verən yol fərruatı məlum olub. Bu barədə Oxu Azza Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib. O bildirib ki, hadisəyə sürücünün idarə etməni itirməsi səbəb olub. Sözügedən yol nəqliyyat hadisəsi Göygölün Kərəmli kənd ərazisində baş verib. Sürücü Nuran Əhliman oğlu Məmmədov Mitsubishi markalı 90 Heybə 710 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin idarə etməsini itirib və nəticədə avtomobil aşıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan 3 nəfər, Nuran Əhliman oğlu Məmmədov, Nuriddin Mobil oğlu İsmailov, Füzuli Cəfərov olub. Sürücü Nuran Əhliman oğlu Məmmədov, onun yanında əyləşən Nuriddin Mobil oğlu İsmailov və Füzuli Cəfərov xəsarət alıb. Milli Televiziya və Radio arızı Zaur Baxşəliyevin aparıcılıq etdiyi Bizimlə Sənə verilişi bir günlük bağlanıb və ATV cərimələnib. Lent Azın məlumatına görə iddia olunur ki, buna səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Ayda Əzizovanın çıxışı olub.